çox da böyük bir söz bazasına onsuz da bizim ehtiyacımız yoxdur. Hansı ki sözdə deyirsən ki, məsəl üçün bilmirsən, amma məsəl üçün bir yoxladıqda sözləri bildin də, tərcüməsini bildin. Neçə dəfə biz yoxladıq, düzdür? Sözləri səni 2 dəfə yoxlamışıq. Yadımdan çıxan olur, bir də yadımdan düşür, o da olur, düzdür. Aha. Bax, danışanda əsas məsələ nə etmək lazım? Ən sadə cümlələri qurursan, ən sadə formasını, belə ən sadə hansı formasında adam və hərəkət, düzdür? Bunu deyirsən, daha sonra o cümlələri arxa-arxa birləşdirirsən. Sodu, əndi, batdı, bunlarla birləşdir. Bunların hamısı yadından çıxıb. Soda yadından çıxıb, batdı, hamısı yadından çıxıb, düzdürmü? Cümlələrin arasına, sadəcə sadə cümlələrin arasına sadəcə will qoy. Və bu şəkildə sənin danışığın get-gedə özün də bilmədən çox axıcılaşacaq. Yaxşımı? Will deyəndə mənim will yaxşı deməkdir. Yəni will həm yaxşı deməkdir, həm də cümlələrin arasında olan o bağlayıcıdır. Yaxşımı? Ən sadə cümlələr qursan, nə zaman qoymursan, nə şəkilçi, heç nə. Sadəcə sözləri, yəni ən sadə, cümlənin ən sadə forması hansıdır? Bir var deyirəm ki, mən hər gün parka gedirəm, bir də var deyirəm ki, mən parka gedirəm. Və yaxud daha sadəsini deyək, mən gedirəm. Okay? Sən bu ən sadə formaların deyəcəksən, aralarına sadə-sadə çıxılı-çıxılı cümlələr quracaqsan, arasına nə qoyacaqsan? Will qoyacaqsan. Və bu bizim danışığımızı nə edir? İrəli səviyyəyə aparır və axıcı görsənir. Sən məsələn, sadəcə axıcı görsənmək deyil, ola bilər ki, sən imtahan vermirsən, ki, niyə sən imtahan verməyəcəksən. Get-gedə sənin o axıcılığa alışmağın üçün biz indi bu praktikanı eləməliyik. Yaxşı? İndi burada 25 dənə sual var, speaking sual var. Fərqli mövzular haqqında. Hamısına aid qısa cümlələr deyirsən, aralarına nə qoyursan? Will. Will, bu qədər. Aydındır? Qətiyyən böyük cümlələr qurmaq olmaz. Qısa cümlələr. Yaxşı? Will, məsəl üçün cümlənin arasına qoymaq, sözlərin arasına. Biz cümlələrin arasına. Bir cümlə qurtardı, məsələn, I go well, I like well, belə.